Dostlar, sağ tərəfdə özünü jurnalist kimi şəklin görür hal-hazırda cəmiyyətə təqdim edən jurnalist kimi belə deyək. Bu arada isə Sıryan Rəvan Mustafayevdir, Göyçəli TV23 adı altında və anlamda hər biriniz tanıyırsınız, artıq bir ildən çoxdur. Gedən bu Rəvan ötən gün xeyriyyə aksiyamızı sosial şəbəkələrdə aşağılamağa çalışır, paylaşımlar edib ki, güya 7 nəfər uşaq xeyriyyə məqsədi ilə olmuyor, bu xeyriyyə addımı deyil, ödənişsizdir falan filan kimi fikirlər səsləndirib, amma Rəvan çox yanlış, araşdırmamış fikir həyata keçirib. Tibbi ərazi bölmələrini idarə etmə birliyi təbib məlumat verir ki, İcbari Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə sünnət əməliyyatı tibbi zərurət, yəni uşaqda tibbi göstəriş varsa, məsələn fimoz və ya başqa uroloji problem olduğu halda sığorta tərəfindən qarşılanır. Yəni bunlar olarsa pulsuz qarşılanır. Əgər sünnət yalnız dini adət ənənə məqsədi ilə edilirsə, bu icbari tibbi sığorta paketinə daxil deyil və ödənişli əsaslarla həyata keçirilir. Yəni bu Rəvan birinci dəfə deyil, bilib-bilmədən danışır, nə gəldi deyir, özünü jurnalist kimi qələmə verir, jurnalist kimi tanıdır, sanki bu hər şeyi bilirmiş kimi bu birinci hal deyil. Səs yazılarını da Rəvanın göstərəcək ki, və mənə də əvvəl mane olmaq istəyirdi, bunu Zahir Baxşəliyev də bilir, Annanın özü də təsdiqləyə bilər. Düzdürmü Anna? Bəli, mən düzdür, təsdiqləyirəm. Mənim mamamın axtarışında çox insanlar canlı açıb köməyə, mamamın şəkillərini hətta qoyub paylaşıb, mamama kömək edən insanlar da oldu. Hətta yəni Rəvan qabağını aldı ki, canlı ilə yox, şəkillərlə yox. Hətta canlı açanları qoymurdu ki, siz canlı açmayın, amma özü canlı açıb mamamın axtarışını edirdi. Mamama böyük-böyük onun canlısında söyüşlər, təhqirlər, hətta bu şeyi mən unuda bilmərəm ki, onun canlısına qalxıb deyirdilər, aparın o əlil qızı tullayın söyüq suya, keşqala tullayın, ana qatilidir, yəni deyilmədiyi sözlər. Hətta mənə yardım edənlərlə məni üz-göz saldılar. Mən dünənlərim həqiqətən də böyük bir şey eşitdim ki, yəni təəssüf edirəm. Mənim mamamın axtarışına o başını soxmasaydı, mənim mamam tapılardı. Mən xahiş edirəm ki, TV23-ü araşdırsınlar, Məmmədova Rəvan kim olduğunu araşdırsınlar, görə hər an jurnalistidir. Çünki jurnalist doğru olmalıdır. Doğru yolda jurnalist olmalıdır. Şər böhtanlarına yox. Xahiş edirəm, Rəvan Məmmədovu, İdris oğlunu araşdırsınlar, görək o hər an jurnalistidir. Biz özüm də Rəvanla telefon əlaqəsi yaratdım və dedim ki, zərurət olarsa, tibbi göstəriş varsa, həmin vaxtı sığorta tərəfindən qarşılanır sünnət. Əgər, yenə deyirəm, sünnət yalnız dini adət ənənə məqsədli edilirsə, dedim, ay Rəvan, bu icbari tibbi sığorta paketinə aid deyil. Sən bilib-bilmədən bizi cəmiyyətə, bizim işlərimizi cəmiyyətə pis təqdim edə bilməzsən, haqsız yerə. Və kimin də kim olduğu görsən qısa zaman ərzində bilinir. Necə deyərlər, xalqın da, elin də gözü tərəzidir. Sən hətta tək əlil bir, iki ayaq olmayan qızı da o qədər bezdirmirsən ki, prokurorluğa da vermirsən. Mən vermişəm, 102-yə də vermişəm hətta, qaynar hətta. Mən özümü intihar eləmək məcburuna çatdım. Gör sən nə eləmirsən cəmaatı? Efirdə həqiqətən də çox üzümə yandırdım. Mən inşallah bu işi belə qoymayacağım. Allah mənə o ömrü versin ki, biraz. Mən mamamı tapım, mən ATV kanalında, İraq olsun, dilim ağzım, ana qatili yəm, yoxsa yox. Onun hamısı mən Rəvana ATV kanalında sübut elətdirəcəm. Mən mamamın tapılmağını gözləyirəm. Adı ilə, familiyasını mən Anna veteran qızı, birinci qrup əlil, mən xalqın qəşərinə çıxacağım. Necə ki, alnı açıq, başı dik. Bir veteran qızın yıxıb sürüdü ATV-də. Rahim müəllimi doldurdu, ordəhləri doldurdu. Məni arkada deyirdi, maman tapılacaq, izinə düşmüşük. Xəbər var, hətta qardaşım ayaq yoluna gedəmirdi. Mən ATV kanalına maşına gələ bilmirdim. Anna, bir də sənə bir şey ant vereyim. Bax, səsimizi izləyicilər də eşidir. Rəvan sənə yığmışdım ki, Davud Alcüniyə təbrik edim. Yəni, bu insan o qədər xaindimi yəni? Bəli, Allaha and olsun, Qurana and olsun. Hətta mən kimi paylaşmışamsa... Rəvan, bir sözlə, biz sözümüzü sənə telefonla demişik, zəngdə demişik, belə istəyən görüşəkdə deyək. Və video vasitəsilə deyirik ki, ictimaiyyətdə bilsin ki, sən yəni haqqı deyənsənsə, bəzi hallarda pulla sünnətin qarşısını al ki, bəzi hallarda bunu əhalilə gözə bilir ki, dərmanlar da belə bəzi hallarda pulla olur, sünnət də pulla olur. Bunun qarşısını al ki, yəni haqqı deyən insansansa, biz xeyriyyə aksiyası etmişik, paylaşımımızın da arxasındayıq, dərmanlardan tutmur, hər bir sünnət, xeyriyyə aksiyası tam pulsuz həyata keçirilib. Yəni sənin paylaşılan yalandır, insanlar da bezdirmirsən, öz dırnaq arası, bilmirik sifarişlidir, sifarişsizdir bu paylaşımlarınla bezdirmirsən, belə. Anna mamasını itirib, gəh dedi pula görə mamasını gizlədib, pula görə, dəstəyə görə anasını gizlədib, sonra da gedib başqa qurumlarda deyib ki, güya Anna özü anasını öldürüb.
Mən inşallah mamamın tapılmasını gözləyirəm. Mən onda ATV kanalında çıxıb Rəvana hər bir sözümü deyəcəm ki, ömrü boyu yıxılanı tapdalama.